Nə vaxt loqopeda müraciət etmək lazımdır? Əgər sizin şəxsi loqopeda müraciət etmək imkanınız varsa, bunu ilk dəfə 1,5 yaşında etmək məsləhətdir. Mütəxəssis uşağın ünsiyyət bacarıqlarının inkişafının başlanğıcını qiymətləndirəcək. Əgər ciddi bir problem aşkar olunmazsa, növbəti dəfə loqopeda 2,5 yaşında getmək olar. Bu, frazalı nitqin formalaşmasını izləmək üçün lazımdır. Amma əgər uşaq 2 yaşına qədər danışmırsa, bu narahatlıq üçün ciddi səbəbdir və 2,5 və ya 3 yaşını gözləmədən mütləq mütəxəssisə müraciət etmək lazımdır. 3 yaş dövrü nitqin sürətli inkişafı mərhələsidir. Əgər bu mərhələdə pozuntuların formalaşmasını gözdən qaçırsanız, bu tələffüz və dişləmə problemlərinə səbəb ola bilər. Ona görə də hətta açıq-aşkar problemlər olmasa belə loqopeda getmək artıq olmaz. Növbəti mərhələ 5 yaşdır. Bu vaxt uşaqda nitq aydın və ətrafdakılar üçün başa düşülən olmalıdır. Əgər uşaq sözlərdə hecaları qarışdırırsa, səsləri düzgün tələffüz etmirsə, elə danışırsa ki, sanki ağzında bir şey var və onu yalnız valideynləri başa düşürsə, mütləq şəkildə loqopeda müraciət etmək lazımdır. Çünki əks halda bu, məktəbdə uğursuzluğa səbəb ola bilər. Həmçinin, əgər uşağın nitqində tutqunluq və ya dayanma hiss edirsinizsə, bu kəkələmənin inkişaf əlaməti ola bilər. Belə hallarda loqopeda getməyi təxirə salmaq olmaz. Və nəhayət, uşağı məktəbə getməzdən əvvəl və 1-ci sinfi bitirdikdən sonra loqopeda göstərmək heç də artıq olmaz. Əvvəlcə məktəbə nitq baxımından hazır olub-olmadığını yoxlamaq. Sonra isə oxuma və yazmanın uşaq üçün çətinlik yaratmadığına əmin olmaq üçün